divarların əhatəsində qurulan rəngarəng çadırlar, müxtəlif sənətkarlıq stendləri qala qoruğuna gələnləri sanki illər əvvəl aparır. Sərgilənən sənətkarlıq nümunələri xalçaçılıqdan duluzçuluğa, dəmirçilikdən boyakarlığa qədər bütün əsərlər ziyarətçiləri heyran edir. Buğda üyüdən anaların zəhməti, ustad dərslərində öyrədilən incə sənət növləri Novruzun zəhmət, bolluq və bərəkət rəmzi olduğunu bir daha xatırladır. Bura buğdanı tökürdülər, dəyirman daşını çevirərək, baxın daşlar bir-birinə sürtülür, görürsünüz? Xüsusən bunu qədimdə düzəldiblər ki, buğdadan un üyürsünlər. Baxın, üyüdülür burada. Kənarlara fikir verin uşaqlar, oradan un tökülür. Stentimizdə milli ornamentlara uyğun əşyalarımız gördüyünüz kimi var. Yəni, ən qədim əşyalardan biri də bu çıraqdır, məsələn. Sonra bu belə bir çıraqdır. Yəni bunlar qədimli milli tərənnüm eləyir. Bu da bir simvolikdir də. Novruz bayramının gəlişini çıraq, alov simvolunu əhatələtdirir. Burada zərgərlikdir, xalçadır, keramikadır və keramik işlərimizdə, vitraj işlərimizdə çalışırıq elə milli ornamentlərimizdən istifadə edirik. Nəbati naxışlardan, islimi naxışlardan daha çox istifadə edirik. Nümayiş olunan əl işləri arasında toxuculuq nümunələri, milli suvenirlər və dekorativ əşyalar xüsusi maraqla qarşılanır. Bu stenddə müxtəlif toxuculuq ənənələrini özündə birləşdirən əşyalar sərgilənib ki, elə bunlardan biri də bu gəlinci təxminən bir həftəyə ərsəyə gəlib və müxtəlif rəngli sapların birləşməsi ilə ortaya çıxmış sənət nümunəsidir. Rəssamlar isə yazın gəlişini, baharın nəfəsini, Novruzun yeni günün başlanğıcını öz əsərlərində təsvir edirlər. Bu şəkili bir həftənin içində qurtarmışam və burada gördüyünüz kimi xonçalar var. Bayrama uyğun həmişə Novruzda xonçalar hazırlanır. Sonra qırmızı Novruza aid məncə qırmızı rəng daha uyğun olur və burada qırmızı rəng daha çox istifadə eləmişəm. Mənim əsərim Köhnə Bakı adlanır. Mən burada İçəri şəhərin köhnə məhəllələrini təsvir etmişəm. Kətan üzərində işləmişəm yağlı boya ilə. Bayramları ən çox sevən və səbirsizliklə gözləyən təbii ki, balacalardır. Milli bayramımızın personajları, mərasimləri, oyunları uşaqları daha çox sevindirir. Qala qoruğuna Novruza aid məzəyi rəqsini oynamışıq və çox gözəl keçdi. Milli mətbəximizin ləzzətli təamları, qoxuları bayramın dadını daha gözəl hiss etdirir. Sərgimizdə Novruza aid olan atributlarımızı sərgiləyirik. Bura xonçalımız, səmənimiz, boyadığımız yumurtalar daxildir, pişirdiyimiz paxlava, şəkərbura. Biz Azərbaycan xalqı olaraq Novruz bayramı bizim ən sevimli bayramımızdır. Bayram şənliklərinin ən maraqlı tərəfi isə incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı olur. Musiqi, rəqs və bayram coşqusu bir araya gələrək əsl Novruz ab-havası yaradır. Hər günümüzün bayram kimi keçməsi diləyi ilə Jalə Gözəlova, Sabir Şahvələdov, Teli Səhər.